Selamun aleyküm arkadaşlar. Sayfa 41. Disjunctive questions. Solda is verdiğine göre sağda isn't olacak. B variant. Geçmiş sağda olduğuna göre çömets ve didn't eksi. Didn't. Blue fiilinin geçmiş olduğuna göre geçmiş sağda zamandı. Did aktaran təsdiq olduğuna göre didn't eksi. Didn't. Cümle inkardadır diye təsdiq aktarmalıyam. Ar varsa ar axtarmalıyam. Cümlə inkardadır deyə təsdiq axtarmalıyam. Üçüncü şəxslər üçün S qəbul elədiyinə görə does axtarmalıyam. A variant. Have got indiki bitmiş. Have'ın özünü axtaracam. D variant. Have got have'ın özünü axtaracam. E variant. David və Jane kim? Onlar. They axtaracam. Və cümlə təsdiq olduğuna görə inkar axtaracam. Onlar, they axtaracam. Like indiki sadə olduğuna görə do axtaracam. Təsdiq olduğuna görə don't. C variant. Children kim? Onlar, they axtaram. Cümlə təsdiq olduğuna görə inkar axtarıram. Arı yoxdur, arı silirəm. S yoxdur, does'ı silirəm. Sadə fiil olduğuna görə do axtarıram. Təsdiq olduğuna görə inkarı don't olur. Want indi olduğuna görə do axtarıram. Təsdiq olduğuna görə don't axtarıram. B variant. Wounded, no, bu yaralılar deməkdir. Buradadır. Word isə were axtarıram. İnkar olduğuna görə təsdiq axtarıram. Ardırsa təsdiqdə ar. A variant. Return keçmiş sadə olduğuna görə did axtarıram. Təsdiq olduğuna görə didn't axtarıram. Donated keçmiş sadə olduğuna görə did axtarıram. Təsdiqdir deyə didn't axtarıram. İndiki sadə olduğuna görə does axtarıram. Təsdiq olduğuna görə inkar axtarıram. Must modalın özünü axtarıram, amma əksi mustn't. B variant. Assisted keçmiş olduğuna görə did, təsdiq deyə inkar didn't. İndiki bitmiş köməkçi feil has'dir, hasn't. Təsdiq olduğuna görə hasn't. Keçmiş sadədir did, inkarı didn't. İndiki sadə S var, does'dır, inkarda o. Yəqin ki belə seçəcəklər. Really olduğuna görə elə təsdiqdə axtarım. Normalda əslində bu iki tirəli bir sualdır. Baxıb deyərəm nə görüblər. Really də qrammatikcədə inkar eləmir. Məna baxımdan, yəni nadir hallarda, yəni demək olar ki, yox kimi bir şeydir. Ona görə adətən ingilislərdən danışım, Azərbaycanlılardan danışmıram. İngilis dilində bunu bu şəkildə görüb o tərəfi təsdiq götürən də var. Amma bu şəkildə görüb o tərəfi inkar verən də var. İkisi də var. Bizə maraqlıdır hansını götürəcəklər. Böyük ehtimal buna never və hardly kimi yanaşıb, yəni inkar kimi yanaşıb təsdiq götürəcəklər. Amma mənə də maraqlıdır. Ona görə baxıb bir dənə deyəcəm ki, siz də imtihanda dəqiq onu götürün. Amma bunun cavabları məndə yoxdur. Mən neyniyim? Yoxdur. Çəkməmişəm də. Nəysə, siz bunu dəqiqləşdirərsiniz. Yəni mən B-nin üstündə qalıram. C-ni götürsələr mənə mütləq xəbər eləyin. Mən də bilim ki, həqiqətən bunu inkar kimi yox, təsdiq kimi götürürlər. Böyük ehtimal B olacaq. Keçmiş olduğuna görə did, didin də əksi didn't. Will isə will'in əksi won't. Keçmişsə did, didin əksi didn't. İndiki olduğuna görə budaq cümləyə heç vaxt fikir verməyin. Bağlayıcıdan sonraya baxmayın. Əsas cümləyə baxsınız. Do axtaracam. Do'nun da əksi don't. Keçmiş olduğuna görə did, didin əksi didn't. Should'sa modalın özü shouldn't, amma əksi. Sounded idisi var, did deməkdir. Didin də əksi didn't. Yenə idisi var, did deməkdir. Didin əksi didn't. Görün, eyni şeylə o qədər təkrarlanır. Yəni bunların hamısına baxsaq çox şey öyrənərsiniz. Mən inanmıram ki, hamı bunun hamısına baxır. Yalanla elə ora bura yola verirsiniz. Yəni belədir də. İndiki sadədir, S-i də yoxdur, do deməkdir, do'nun da əksi don't deməkdir. İndiki sadədir, S var, does deməkdir, does'ın əksi doesn't. Keçmişdi, feel, felt. Did deməkdir, didin əksi. Apostrof V, E görsəz
Have deməkdir, have-in əksi. Esi var, does deməkdir, doesn't əksi. Doesn't. Found, find sözünün keçmişi olduğuna görə nə axtarasınız burada? Did. Didin də əksi didn't. Speaks indi esi var. Ona görə does deməkdir, doesn't əksi. Amma bəlkə burada kimsə shelter'ın əsasını qoyur. Həmişə past tense simple. Çünki found bizdə əsasını qoymaq da var. Onda don't çıxardı. Biz məna biraz şey olmur, amma məntiqlə o da gəlir. Maraqlıdır. Planted idisi var. Did deməkdir, didin də əksi. Və has improved. Yəni sadəcə buna baxmırsınız. Qabağında bu da varsa, deməli indiki bitmişdi. O görə has'ın özünə baxıram. Bunun da əksi hasn't. Yəni B variantı. Burada bağlamıram. 9'lardan da bir-iki dənə izah edeyim, söhbəti bağlayaq. Baxın arkadaşlar, əmr cümləsi olanda biz nə dedik əmr cümləsində? Deyək ki, will you olacaq. İnkarda da olsa yenə will you olacaq. Təhsildə də olsa will you olacaq. İnkarda da olsa will you olacaq. Let's olsa shall we olacaq. Let ya da başqa fiillərlə əmr olsa yenə də will olacaq. Bu da fərqi yoxdur. Will. Əmr cümləsi will. Let's deyirsə shall we. Amma let'i fərqli cürə versə will you. Let's deyirsə shall we. Okay. Belə arkadaşlar, hələlik görüşərik.